azadlığımızın, müstəqilliyimizin əbədiləşdiyi məkanlardan birindəyik. Bura paytaxtın ən uzun prospektlərindən biri olan Azadlıq prospektidir. Bakı metrosu ilə bağlı layihəmizin bu dəfəki buraxılışı adını yerləşdiyi ərazidən alan metro stansiyadan olacaq. Azadlıq stansiyasında. Bir adı var, canım benim memleketim, güneş gibi Buranın qazıntısını SSR dövründə başlanılsa da, ölkədə baş verən geosiyasi hadisələrə görə yarımçıq qalır. Sonralar Prezident İlham Əliyevin tapşırığı ilə 2006-cı ildə stansiyanın tikintisinə yenidən başlanılır və 2009-cu ildə yekunlaşdırılır. Bakı metropolitenində gediş kartlarının avtomatik yüklənməsi aparatları da ilk dəfə bu stansiyada quraşdırılıb. Sensiz benimle gidelim. Azerbaycan, Azerbaycan. Azerbaycan, Azerbaycan. Stansiya boyu yollarda panolar var ki, burada Qız Qalası, Heydər Əliyev adına saray, Şirvanşahlar sarayı kimi milli memarlıq abidələri həkk olunub. Mahnımızda yaşar bizi. Babaların ayak sesi. Stansiyanın ümumi uzunluğu 295 metrdir. Buranın 4 giriş-çıxışı var. Azadlıq platforması üstünsüz olan ilk metro stansiyadır. Həmçinin məlumatların saxlanılması üçün mərkəzləşdirilmiş sistem, işıqlandırma, mühafizə və təhlükəsizlik üçün də ilk sistemlər bu stansiyada qurulur. Stansiyaya çatan qatarlarda Cəngin milli rəqsindən fraqment səslənir. Bu rəqs özündə cəngavərliyi və əzəməti ifadə edir. Oğuz tayfaları güləş yarışlar zamanı və hərbi mərasimlərdə zəncidən istifadə ediblər. Əziz bakılılar və şəhərimizin qonaqları, bu gün sizə müasirliyə və milli memarlıq ənənələrinə sadiq qalaraq inşa edilən Azadlıq prospekti stansiyasından xəbər verdik. Yaşıl xəttin bitməyinə bir stansiyamız qaldı. Hələlik.